Salamlayıram hər birinizi yeni mövzu izahatımızdan. Bugün sizinlə birlikdə biz danışacağıq. Albaniya, Mehranlər sülaləsinin hakimiyyət dövründə və Azərbaycana ərəblərin yürüşü və Ərəb-Xəzər müharibələri. Başlayaq elə isə birinci Mehranlər sülaləsi dövründən. Ümumiyyətlə bildiyimiz kimi Albaniyada 3 hakim sülalə olubdur. Birincisi Aranilər sülaləsi, eramızdan əvvəl. Eramızın ilk əsrlərindən isə Arşakilər sülaləsi hakimiyyətə gəldi. Və Arşakilər sülaləsinin hakimiyyəti 510-cu ildə sonuncu Alban hökmdarı 3-cü Mömin Vaçaqanın ölümü ilə başa çatdı. Və beləliklə 510-629-cu ili əhatə edən böyük mərzbanlıq dövrü başladı. Sasani mərzbanları artıq Albaniyanı idarə edəcəkdi. Tamam. Bu vaxtda Albaniyada hansı hadisələr baş verdi? Baxaq. 591-ci il sülh müqaviləsi var. Çünki artıq Albaniya Sasani-Bizans müharibəsinin tam mərkəzinə çevrilmişdi. Və 591-ci il sülhünə görə nə olurdu? Albaniya, Tiflis, Divin şəhəri ətrafı bütün ərazilər, yəni ümumilikdə o dövr Albaniya və İberiyası qalırdı Sasanilərin tabeliyində 591-ci il sülhünə görə. Daha sonra hansı sülh müqaviləsi? 600, baxaq biz buradan 29-cu il sülh müqaviləsinə. 624-28-ci illərdə yeni bir Sasani-Bizans müharibəsi başlayır və bu müharibənin nəticəsi Sasanilərin qalibiyyəti ilə belə deyək başa çatır. Çünki müqavilənin şərtlərinə görə Albaniya Sasanilərin siyasi təsiri altında qalır yenə. Ümumiyyətlə 387-ci il müqaviləsi, 591 və 629-cu il sülh müqavilələri hər üçün oxşar cəhət Albaniyanın Sasani dövlətinin tərkibində saxlanılması idi. Tamam. Bunları bildiyimizə görə danışaq Mehranilər sülaləsi necə ortaya çıxacaq. Ümumiyyətlə 629-30-cu illərdə bir də Albaniyaya ilk dəfə Alban ərazilərinə Xəzərlərin biz yürüşünü görürük. Sizdən əgər soruşsalar ki, Xəzərlər ilk dəfə Azərbaycana nə zaman yürüş edib, ağlımıza gəlməlidir hansı il? 629-30-cu illər. Bəs Xəzərlər Azərbaycanı nəyə görə işğal altında saxlamadı? Bunun siyasi səbəbləri var və bu səbəbdən dolayı da Xəzərlər Azərbaycanda çox qala bilmədi. Davam edək. Mehranilər sülaləsi. Mehran kimdir? Belə deyilir ki, 6-cı əsrin sonu, 7-ci əsrin əvvəllərində Sabir türklərindən olan Mehran ailəsini də götürüb İrandan qaçaraq gəlir Azərbaycana, Girdiman əyalətinə. Belə ki, hal-hazırdakı Girdiman əyaləti o dövr üçün müasir dövrlə müqayisə eləyəsi olsaq, hardasa Şəki-Qazax bölgəsi arasındakı bir əraziyə düşür. Bura gəlib yerləşən Mehran ailəsi ilə birlikdə burada özünə bir qala tikdirir. Qalanın adı Mehravan qalası olur və beləliklə 630-cu ildən biz artıq Mehranilər sülaləsinin hakimiyyətindən danışa bilərik. Deməli, Mehran kim idi? Sabir türklərindəndir. İrandan qaçıb gəlib Girdimanda məskunlaşır. Albaniyanın ərazisində, Girdiman əyalətində və burada öz adına qala tikdirir və öz adına bir şəhər saldırır. Və sülalənin adı həmən o Mehran adı ilə bağlı olaraq Mehranilər olaraq düşübdür tarixi. Davam edək. 630-cu ildə Mehranilər sülaləsindən olan ilk hökmdarımız söhbət gedir Varaz Qriqordan. Varaz Qriqor neynir? 630-cu ildə özünü Albaniyanın hökmdarı elan edir və beləliklə Albaniyada müstəqillik bununla bərpa olunur. Mehranilər sülaləsi 630-cu ildə Varaz Qriqorun özünü hökmdar elan eləməsi ilə başlayır. Varaz Qriqor özünü hökmdar elan edəndə Sasanilərdən asılı vəziyyətə düşdüyünü elan eləmir. O deyir ki, mən İraklinin vassalıyam, mən Bizans imperatoruna tabiyəm. Bunu yadda saxlayaq, çünki mövzunun qarşı tərəflərində birazdan bununla bağlı bir bizim əlaqələndirici cümləmiz olacaq. Deməli, Varaz Qriqor hakimiyyətinin ilk vaxtları Bizansa meyl edirdi. Bizansın vassalı kimi özünü təqdim edirdi. Zaman keçir, irəliləyir. Girdiman dövləti 630-cu ildəki yaranıb. Biz buna həm Girdiman dövlət deyirik, həm Mehranilər sülaləsinin hakim olduğu Albaniya dövlət deyirik. Bunların ərazisi hardasa Musa Kalankatlının dediyinə görə elə keçmiş Albaniyanın ərazisinə bərabər idi. Qərbdə İberiyadan şərqdə Xəzər dənizinə, şimalda Dərbənd keçidindən, cənubda Araz çayına qədər olan ərazidə yeni Albaniya dövləti və yaxud Girdiman knyazı və yaxud Mehranilər sülaləsinin hakim olduğu Albaniya dövləti yaranmışdır deyirik. Qurucusu isə Varaz Qriqor oldu. Davam edək. Başlayaq ərəblərin Azərbaycana yürüşü ilə mövzumuzu davam etdirməyə.
Xəlifə danışırıq biz Əbubəkrin dövrü 632-634-cü ildə. Ərəblər işğalçı müharibələrə başlayırlar və onlar kafirləri məğlub eləmək, onları doğru dinə yönləndirməkdən ötəri cihada çıxdıqlarını elan edirlər. Və irəliləyən belə deyək ki, ərəb qoşunları artıq 600 biz götürək buradan 633-də İraq Şam ərazilərini ələ keçirirlər və irəliləyirlər 636-cı ildə Sasanilərlə böyük bir döyüşə girişirlər. Döyüşümüz adlanır bizim Kadisiya müharibəsi. Kadisiya döyüşündə Sasanilərlə birlikdə müttəfiq olaraq Alban qoşunları da iştirak edir. Çünki artıq bu dövrdə Albaniya, yəni Mehranilər sülaləsinin hakimi olan Varas Grigor Sasanilərdən asılı vəziyyətə düşmüşdür. Tamam. Sasanilərdən asılı vəziyyətə düşən Varas Grigor haqqında biz nə deyə bilərik? Sasanilərdən asılı olduğuna görə öz ordusunu Cavanşir başda olmaqla göndərmişdi hara? Deməli, Sasani hökmdarının yanına. Bu dövrdə sonuncu Sasani hökmdarımız söhbət kimdən gedir? 3-cü Yezdə gedir. Yadda saxlayaq. Sonuncu Şahənşah kim olmuşdur? 3-cü Yezdəgir. Varas Grigor Sasani hökmdarı 3-cü Yezdəgirin yanına göndərir Cavanşiri. Kadisiya döyüşündə Alban belə deyək, şahzadəsi Cavanşir nə qədər qəhrəmanlıq, şücaət göstərsə də döyüş Sasanilər üçün məğlubiyyətlə nəticələnir. Baxmayaraq 3-cü Yezdəgir belə deyək ki, Cavanşirin, Alban şahzadəsinin belə güclü müqavimət göstərməsinə, döyüşdəki rəşadətinə görə ona qızıldan kəmər və qızıldan qılınc hədiyyə edir. 637, bir il sonra Ktesifon döyüşü. Artıq Ktesifon bildiyimiz kimi digər adı ilə Mədain Sasanilərin paytaxtı idi. Ərəblər 637-də Ktesifonu mühasirə edirlər və artıq Alban şahzadəsi Cavanşir görür ki, müdafiə eləməyin, burada qalmanın, şərdi qalmanın bir anlamı yoxdur. Artıq müharibə uduzulmuşdur və buna görə nə etmək lazımdır? Öz ölkəsinə geri qayıtmaq lazımdır və Alban hökmdarı elə də eləyir, öz ölkəsinə ordusunu götürüb geri qayıdır. Tamam, Alban hökmdarı geri qayıtsın, hökmdar deyirik, daha doğrusu şahzadə. Görürsünüz, bayaqdan sadəcə olaraq nə deyirəm? Şahzadə deyirəm. Buna diqqət etmək lazımdır. Cavanşir çünki 642-ci ilə qədər olan bir dövrdə hələ də şahzadə idi. Hökmdar deyil. Davam edək. Danışaq biz nədən? Cavanşir qayıdandan sonra nə edəcək? Ümumiyyətlə, Cavanşirin hələ gəlməyindən qabaq Sasaniləri biz bir sübuta uğradıq. Görək nə olur? Ktesifon döyüşündə də Sasanilər məğlub olur. Daha sonra 639-cu ildə Qəzvin şəhəri Azərbaycanın giriş nöqtəsi Qəzvin şəhəri idi. Qəzvin şəhəri ərəblər tərəfindən ələ keçirilir 639-da və beləliklə Cənubi Azərbaycana yol açılır ərəblərdən ötəri. Deməli, ümumiləşdirək. 633-də ərəblər ilk dəfə İraq, Şamı ələ keçirərək Sasanilərlə mübarizə üçün şərait əldə etmiş olurlar. 636-da Kadisiya döyüşündə bir səfər məğlub edirlər Sasaniləri. 637-də Ktesifon döyüşündə isə artıq Ktesifonu da tutmaqla birlikdə Sasaniləri çox gərgin bir vəziyyətdə qoyurlar. 639-da Qəzvin şəhərini tutan ərəb qoşunları artıq birbaşa Cənubi Azərbaycana doğru yollarını açmış olurlar. Cənubi Azərbaycana yol açıldı və ərəb qoşunları ilk dəfə olaraq 600 deməli, götürək buradan cəmlədi yaz görək. 642-də Nəhavənd və Həmədan döyüşləri ilə Azərbaycana giriş nöqtəsində yerləşən Sasani qoşunlarını ağır məğlubiyyəti uğradaraq iki kilit şəhəri də ələ keçirirlər 642-də. Və adı ilə irəliyib gəlirlər Cəmidan üstünə. 643-cü il Cəmidan üstünə. Bunu aşağı qoyaq. Cəmidan döyüşündən söhbət edəcəyik. Nədir bu? Nəhavənd və Həmədan şəhərləri tutulduqdan sonra artıq Azərbaycan ərazisinə tam daxil olur ərəb qoşunları və Cəmidan düzündə onları, ərəbləri yəni, qarşılayan Cənubi Azərbaycanın mərzbanı İsfəndiyar olur. İsfəndiyar öz ordusu ilə onların qarşısına çıxır və baş verən Cəmidan döyüşündə ərəblər böyük bir qələbə qazanırlar. İsfəndiyar məğlub olur və məhsul qalaraq sülh müqaviləsi imzalayır. Həmən sülh müqaviləsinə görə qərar verilir ki, ümumiyyətlə Cənubi Azərbaycan
xərac ödəməlidir illik olaraq ərəb xəzinəsinə və üstəgəl can vergisindən belə deyək, qadınlar, uşaqlar, qocalar və zahidlər azad olunacaqdılar. Və bir də ki, insanların şəxsi əmlakına, yaşayışına və digər adət-ənənələrinə ərəblər qarışmayacaqlarına söz verirdilər. Lakin ərəblər 643-də Cənudan düzüb, bunda vurğulayaq ki, Ərdəbil ətrafında yerləşir, Ərdəbil şəhəri ətrafında. 643-də Cənudandan sonra sülh müqaviləsi ki bağlandı. Ərəb qoşunu Cənubi Azərbaycanı tərk edən zaman Ərdəbil şəhərinin sakinləri yenidən böyük bir üsyan qaldırırlar və üsyan bir il sonra yenidən yatırılır xəlifənin göndərdiyi qoşunlar tərəfindən və yenə müqavilə yenidən bərpa olunur. Tamam. Deməli, Azərbaycanlılarla ilk dəfə döyüş 643 Cənudan döyüşü olubdur. İsfəndiyar məğlub olunubdur. Cənubi Azərbaycanın mərzbanı idi. Müqaviləyə görə illik xərac ödəməli idilər Ərdəbillilər, üstəgəl həmçinin qadınlar, qocalar, uşaqlar, zahidlərdən vergi, can vergisi alınmayacaqdı və də ki, daxili işlərə ərəblər söz verirdilər ki, əhalinin daxili işlərinə, dünya görüşünə, dininə filan qarışmayacaqdı. Tamam. Davam edək. Daha sonra 643-44-cü illər ərzində artıq belə deyək ki, ərəb qoşunları Azərbaycanın şimalına daxil olurlar. Xəzər sahili ətrafında irəliləməyə başlayırlar. İlk öncə Muğan, Şirvan və Dərbənd bu ardıcıllıqla şimala doğru yürüşlərini davam etdirirlər. Ən şimalda, ən çox uzun müddət müqavimət göstərən şəhər Muğan şəhəri olur. Belə ki, Muğan əhalisi 3 ilə yaxın mübarizə göstərirlər və bu 3 illik mübarizənin nəticəsində tam şəkildə məğlub oluna bilirlər yalnız. Və 640 belə deyək, 4-cü ildə Muğan əhalisi ilə də Ərdəbildə bağlanana oxşar bir sülh müqaviləsi imzalanır. Həmən sülh müqaviləsində isə deyilirdi ki, bəs Muğanlılara belə deyək ki, onlar da illik qızıl dinar, yəni xərac ödəməlidirlər ərəb xəzinəsinə. Üstəgəl müsəlmanlara əgər azıb yolunu itirən müsəlman varsa, ona yol göstərməli, ən azı bir gün, bir gecə ona sığınacaq verməli idi öz evində. Vəssalam, bu kimi xüsusiyyətlərlə Muğanla da belə bir müqavilə bağlanmışdı. Sual verilir sizə, 3 il müqavimət göstərən Azərbaycan şəhəri ərəblərə qarşı hansı şəhər? Muğan. Yadda saxladıq, müsəlmanlara yer verməli idi, sığınacaq verməli idi. Bu cümləni gördünüz, ağlınıza gəlməlidir Muğanda imzalanan sülh müqaviləsi. Davam edirik. 643-cü ildə Dərbənd şəhərinə çatan ərəb qoşunları Dərbənd şəhərindən şimala yürüş etmək qərarına gəlirlər. Belə ki, Şimali Qafqazda Dərbənd keçindən sonra artıq Şimali Qafqaza keçid edirik. Şimali Qafqazda Xəzər xaqanlığı var idi bu dövrdə və Xəzər xaqanlığının güclü burada şəhərləri var idi və ərəblərin hücumunda əsas məqsəd 643-də Xəzərlərin ən əsas istehkamlarından biri olan Bələncər qalasını ələ keçirməkdir. Ancaq 643-cü ildə ilk dəfə Dərbənddən şimala ərəblərin etdiyi yürüş məğlubiyyətlə nəticələnir. Belə ki, Bələncər şəhəri yaxınlığında baş verən döyüşdə Xəzərlər ərəbləri üstəlir və qalib gəlirlər. Ərəblərin deməli birinci yürüşü Xəzərlər üzərində nə zaman olub? Dərbənd şəhəri üzərindən 643-cü ildə. Hansı döyüş? Birinci Bələncər döyüşü. Nəticə Xəzərlər qalib gəlir. Ümumilikdə Azərbaycan ərəblərin ilk yürüşü neçənci illəri əhatə edir? 643 və 644. Tamam. Baxaq. 643-cü ildə həmən o məğlubiyyətlə, birinci Bələncər məğlubiyyətindən sonra ərəblər bu dövrdə Azərbaycanın şimal mərzbanı olan Şəhriyarla, yəni Şirvan və Dərbənd şəhərlərinin hakimi olan Şəhriyarla müqavilə imzalayırlar və müqavilənin şərtinə görə deyilirdi ki, Dərbənd əhalisi can vergisindən azad olunacaq. Nə müqabilində? Xilafət ordusunda xidmət müqabilində Dərbənd şəhərinin bütün əhalisi can vergisindən azad olunur. Dərbəndlərin vəzifəsidir ki, şimaldan gələn bütpərəstlərdən və digər qarətçi tayfalardan xilafətin şimal sərhədlərini müdafiə eləsinlər. Dərbənd səddini qorusunlar. Deməli, Şəhriyar kimi idi? Şirvan və Dərbənd şəhərlərinin hakimi Azərbaycanın şimalının mərzbanı idi və onunla da 643-də yenə eyni bir müqavilə imzalanır. Müqavilənin şərtində isə deyilir ki, Dərbənd şəhərinin bütün əhalisi can vergisindən azad olunacaq. Şərt ərəb xilafət ordusuna xidmət eləməli və şimaldan gələn bütpərəstlərə qarşı, digər qoşunlara qarşı, neynəməlidir, qarətçilərə qarşı Dərbənd səddini müdafiə eləməli idilər. Tamam. Bunu da vurğuladıq və beləliklə biz deyirik,
Ərəblərin Azərbaycana ilk yürüşü neçənci illəri əhatə elədi? 643, 644. İlk yürüşdə hansı ərazilər ələ keçirildi? Cənubi Azərbaycan və bir də Şimali Azərbaycanın Xəzər dənizi sahil əraziləri. Şimali Azərbaycan tam şəkildə əmələ keçirilib birinci yürüşdə? Xeyr, sadəcə hansı ərazilər ələ keçirilib? Xəzər dənizi sahil ərazilər. Dərbənd, Şirvan, Muğan. Bu üç əyalət Xəzər dənizi sahillərində yerləşir və ilk öncə bu üç əyalət ələ keçirilir. Birinci yürüş bundan başlayacaq. Bəs ərəblərin Azərbaycana ikinci yürüşü nə zaman aiddir? Söhbət gedir 653-cü il. 653-cü il yürüşü nəticəsində isə ərəblər Şimali Azərbaycanda tam şəkildə ələ keçirirlər və ikinci səfər Dərbənddən şimala Xəzər xaqanlığı üzərinə hücuma keçirlər. Ancaq baxmayaraq yenə Bələncər şəhəri yaxınlığında ərəb qoşunları məğlubiyyətə uğrayırlar. Birinci Bələncər döyüşü 643 ərəblərin məğlubiyyəti, ikinci Bələncər vuruşması 653 yenə ərəblərin məğlubiyyəti. Arada 10 il məsafə var və yenə ərəblər məğlub olur. Birinci Azərbaycan ərəblərinin yürüşü 643-44. Ərəblər haraları ələ keçirdi? Sadəcə deyirik, Cənubi Azərbaycan və Şimali Azərbaycanın Xəzər dənizi sahil ərazilərini. İkinci yürüşdə isə tam şəkildə Azərbaycan şimalında ərəblər tərəfindən 653-də işğal olunur və beləliklə vuruluruq 653-cü ildə Adurbaqan, yəni Şimal və Cənubi Azərbaycan canişinliyi, yadımızdadır Xosrov Ənuşirvan dövründə Şimal və Cənubi Azərbaycanın birləşməyindən Şimal Kutsaqlığı, Şimal canişinliyi və yaxud da adını çəkdiyimiz Adurbaqan şahlığı yaradılmışdı və başında da Adurbaqan şah dayanırdı. Düzdürmü? Həmən Adurbaqan ərazisi, yəni Şimali Cənublu Azərbaycan ərəblərin tərəfindən 653-cü ildə tam şəkildə işğal olunur. Burada bir dənə ildə vurğulayaq, 644-də Tiflis şəhərinin ərəblər tərəfindən işğalı var. Bunu da yaddan çıxartmadan deyək. Tamam. Ümumiyyətlə, ərəblərin Azərbaycan işğalını bildik, gördük. İllərimiz həddindən artıq çoxdur. Diqqət eləməliyik, illər qarışmasın deyə məcbur bir əzbərləməliyik. Başqa yol yoxdur. Hadisələri bildiyimizə görə davam edək. İndi isə danışırıq. Mehranilər sülaləsinin hakimiyyəti dövrünü davam elətdiririk. Danışırıq Cavanşirin hakimiyyəti dövründən. Gördünüz, mən bayaq mövzunun əvvəl izahında qeyd edirdim. Hər dəfəsində Cavanşirin adını vurğulayanda nə deyirdim? Alban şəhzadəsi Cavanşir. Alban hökmdarı yox ha. Alban şəhzadəsi Cavanşir Kadisiyədə iştirak edib. Alban şəhzadəsi Cavanşir Ktesifon döyüşündə iştirak edib. Ancaq Alban hökmdarı demirdim. Tarixdə belə bir anlayış var. Diqqətli olmaq lazımdır. Nəyə görə? Hökmdarlığından qabağa aid olan hadisələri biz hökmdar dövrünə aid edə bilmərik. Tutalım. Belə deyək, Cavanşir, Alban hökmdarı Cavanşir 636 Kadisiya döyüşündə məğlub olmuşdur. Bu ifadə doğrudur? Xeyr, çünki Cavanşir bu dövrdə hökmdar idi mi? Təbii ki, yox. Bu dövrdə hələ o şəhzadə idi. Diqqət etmək lazım. Bu, hər dövr üçün tarixdə hər cür suallarda var. Digər mövzularda da, məsəl üçün, Şah İsmail Ərzincan konferansını çağırıb 1500-də. Xeyr, Ərzincan müşavirəsini çağıranda İsmail hələ şeyx idi. Hələ şah titulunu qəbul eləməmişdi. Yəni, bu tip anlayışlar var. Buna qarşı diqqətli olmaq lazım. Cümləni test oxuyanda diqqətlə baxmaq lazımdır. Davam edək. Mehranilər sülaləsi haqqında danışmağa. Buradan davam edək. Cavanşirin hakimiyyəti dövrü ilə. Cavanşir 642-ci ildə atasının könüllü şəkildə taxtdan fərəqət etməsi ilə birlikdə hakimiyyəti ələ alır. Atası da Albaniyanın müstəqilliyini möhkəmləndirməkdən ötəri artıq cavan bir adamı, Cavanşir kimi qüdrətli bir hökmdarı artıq taxtına əyləşdirir. Cavanşir taxta çıxdıqdan sonra 3 əsas məqsədi var idi. 1. Dövlətdə, ölkənin daxilində sabitliyi bərpa eləmək. 2. İşğalçı dövlətlərin yürüşlərindən qorunmaq, yəni Ərəb, Xəzər, Bizans yürüşlərindən müdafiə olunmaq və üçüncüsü ölkədə təbii ki, abadlıq işləri görmək, quruculuq işləri aparmaq. 3 əsas istiqamət: sabitlik, quruculuq işləri, işğalçılardan qorumaq. Cavanşirin əsas siyasəti bu üçüdür. Tamam. Bəs Cavanşir nə edir? İlk öncə Cavanşir hakimiyyətə gələndən sonra ölkənin ərazisinə daxil olmuş Sasani feodallarına qarşı
mübarizə aparır. Belə ki, 651-ci ildə Sasani dövlətinin varlığına tam şəkildə son qoyulur və mənim də markerimin belə deyək ki, içilməyinə son qoyuldu. Nəysə, diqqətlə qulaq asaq, eybi yox. Mən şifahi danışım. 651-ci ildə Sasani dövləti tam şəkildə dağılır. Ərəblər bu dövlətin varlığına son qoyur və Sasanilərdən geriyə qalan feodallar, mərzbanlar hər biri başlayır axın eləməyə Azərbaycana və Albaniya dövlətinin ərazisinə belə daxil olurlar. Və bunların qarətçi yürüşlərinin qarşısını almaqdan ötəri Cavanşir ilk öncə həmin bu Sasani feodallarının qulağını çəkməli olur, onları məğlub edir. Daha sonra ikinci istiqamət Albaniyanın ərazisinə Bizanslar bu dövrdə yürüşlər etmək istəyirdi. Bizans ərəblər arasında Albaniya artıq bir rəqabət meydanına çevrilirdi. Və Cavanşir ərəblərə heç də xoş münasibət bəsləmirdi hakimiyyətin ilk vaxtlarında. Daha çox onun dininə yaxın olan, xristian dininə etiqadına sahib olan Bizansla yaxınlaşmağı üstün tutur. Mövzunun əvvəlində demişdim, bir şey yadda saxlayın. Varas Qriqor taxta çıxanda özünü kimin vassalı elan eləmişdi? Təbii ki, Bizans imperatoru 2-ci İraklinin. Bəli, doğrudur. Bizans imperatoru İraklinin özünü vassalı elan eləmişdi Varas Qriqor. Çünki hər ikisinin din etiqadı bir-birinə yaxın idi. Bəli, Cavanşirin də etiqadı xristianlıq dini idi və o da Bizansla bu dövrdə yaxınlaşmağa başlayır. Belə ki, 654-cü ildə 2-ci Konstantinlə hətta bir ittifaq yaratmağa belə nail olurlar. Ona 2-ci Konstantin Cavanşirə paşahlıq xələti və həmçinin İsa'nın həyat verən xasının bir hissəsini göndərir və onu hökmdar kimi tanıdığını bildirir və daim onunla birgə mübarizə aparacağına söz verir. Ancaq 654-cü il Albaniya-Bizans müqaviləsi yalnız kağız üzərində qalır. Ərəblərə qarşı mübarizədə Bizans Albaniyanı faktiki olaraq heç vaxt dəstəkləmir. Və bu dövrdə bir problem daha Albaniyanın şimalından gəlir. Bu problem isə Xəzərlərdir. Xəzərlərin ilk yürüşü nə zaman olub? 629-30. Yəni hələ Mehranilər dövləti yaranmamışdan qabaq. Yadımızda saxlayaq. 662-ci ildə isə Xəzərlər Cavanşirin hakimiyyət dövründə Azərbaycan şimalına böyük bir yürüş təşkil edirlər və Kür çayı sahilində baş verən döyüş nəticəsində həmin müharibədə Alban hökmdarı Cavanşir neynir? Xəzərləri ağır məğlubiyyətə uğradır və Xəzər tayfasının başçısına da deyir ki, get Çola qapısından geri qayıt və bir daha buralara gəlmə. Ancaq bu racon uzun çəkmir. Belə ki, 664-65-ci illərdə Xəzərlər ikinci səfər Cavanşirin torpaqlarına Albaniyaya böyük bir yürüş təşkil edirlər. Bu səfər böyük bir ordu ilə gələn Xəzərlər Kür çayının sahillərinə qədər olan bütün əraziləri yağmalayırlar və əhalinin bir xeyli hissəsini, malqaranın bir xeyli hissəsini əsir götürürlər, qarət edirlər və Cavanşir məcbur qalır Xəzər xaqanının belə deyək tabeliyinə keçməyə razı olur. Xəzər xaqanından qızını belə deyək istəyir. Xəzər xaqanının qızı ilə evlənir və Xəzər xaqanından asılılığı qəbul edir. Ona hər il xərac göndərəcəyini də vəd edir. Məhz bundan sonra Xəzərlər qarət elədikləri malqara və əsir götürdükləri əhalini yenidən geri qaytarırlar. Deməli, ümumilikdə baxanda Cavanşirin apardığı siyasət nəticəsində Albaniyada dağıntıları minimum dərəcədə, yəni minimuma qədər azaltmağa çalışdığını görürük. Və həqiqətən də uğurlu olurmu? Bəli, Bizansı sakitləşdirir qərbdən, şimaldan Xəzərlərin yürüşünü dayandırır, hətta Xəzər xaqanı ilə qohum olur, asılılığı qəbul etsə belə ondan qohumluğu sayəsində gələcəkdə Xəzərlər Albaniyaya bir müddət bəzi xarici tayfalara qarşı apardığı müharibələrdə qismən dəstəkdə olurlar. Daha sonra Cavanşir görür ki, ərəblərlə mübarizədə heç biri xeyir eləmir, nə Bizans, nə Xəzər. Bunun üçün artıq düşməndən barışmağı daha üstün görərək 667 və 670-ci illərdə xilafətin mərkəzinə Muaviyyənin yanına gedir. Xəlifə Muaviyyənin dövrdə Əməvilər sülaləsi artıq ərəb xilafətinin hakimiyyətləri. Bunun barədə tarixdə geniş danışarıq inşallah. Həmən xəlifə Muaviyyə ilə danışıqlar zamanı Alban hökmdarı Cavanşir müqavilə imzalamağa nail olur. Müqavilənin şərtlərinə görə Albaniya ərəb xilafətinin tabeliyinə keçir və rəsmən xilafətdən asılılığı qəbul edir Cavanşir. Hər il xərac göndərəcəkdir
və xərac göndərilməsində mühüm bir nailiyyət əldə etmiş olur. Belə ki, ərəb xəlifəsi ilk öncə dövlət xəzinəsinin 2/3 qədər vergi ödənilməsini tələb edirdi, ancaq Alban hökmdarı bunu 1/3-ə endirməyə nail olur. Tamam. Bu kimi hadisələrin nəticəsində artıq Albaniya ərəb xilafətinin tabeliyinə keçir və beləliklə Cavanşirin apardığı usta diplomatik manevrlər nəticəsində Albaniya dağıntılardan müharibə meydanına çevrilməkdən xilas olur. Cavanşir ilə belə bir müqaviləni imzalayan xəlifə Muaviyyənin əsas məqsədi nə idi? Xəlifə nəyə görə bu qədər güzəştə getmişdi? Çünki əsas səbəblər Albaniyanın yerləşdiyi strateji coğrafi hərbi mövqe həqiqətən mühüm bir nöqtədə yerləşir. Cənubi Qafqazda əsas yerlərdə əraziləri əhatə edirdi. Həmçinin Cavanşirin göstərdiyi məntiq, Cavanşirin şəxsi nüfuzu, hörməti Muaviyyəni heyran etmiş və o bu dərəcə Cavanşirə hörmət göstərmişdi. Bununla yanaşı vurğuladığımız kimi Cavanşirin apardığı uğurlu siyasət nəticəsində Bizans, Sasani, Ərəb, Xəzər belə deyək, işğallarına qarşı Cavanşir ölkəni dağıntılardan xilas edə bilib, ölkədə sabitliyi yarada bildi. Ölkədə dinc-qoyuculuq işləri apardı. Tamam, bunu da bildik. Baxaq buradan biz bir daha nəyə? Cavanşirin öldürülməsinə. Baxmayaraq Cavanşir 681-ci ildə Bizans-pərəst feodallar tərəfindən qətlə yetirilir. Sui-qəsd nəticəsində öldürülür. Və yerinə ərəblər bura Cavanşirin qardaşı oğlu olan daha doğrusu Varaz Tridat gətirirlər və Varaz Tridat Alban Mehranilər sülaləsinin sonuncu hökmdarı olur. Belə ki, 705-ci ildə onu və ailəsini Dəməşq şəhərinə, yəni o dövrdə ərəb xilafətinin paytaxtı olan Dəməşq Şam şəhərinə aparırlar və orada onların edam edilməsi ilə birlikdə belə deyək ki, Albaniya Mehranilər sülaləsinin hakimiyyətinə son qoydu. Ümumilikdə Albaniya dövlətinin dövlətçilik tarixi 705-ci il Varaz Tridatın öldürülməsi ilə başa çatır. Beləliklə Albaniya müstəqil dövlətçiliyi başa çatdı. Artıq Albaniya mənbələrdə Albaniya yox, Arran adı ilə tanınacaqdır. Tamam. Buradan biz bir də indi baxaq sonuncu hissəmiz Ərəb-Xəzər müharibələrinə. Bunun haqqında da danışaq və bununla da mövzumuzun birinci hissəsinin izahatını yekunlaşdıraq. Ərəb-Xəzər müharibələri. Cənubi Qafqaz, Albaniya ərazisi 8-ci əsr boyu, yəni 701-dən 800-cü ilə qədər olan dövr ərzində döyüş meydanı olur. Döyüş meydanının əsl yeri. Belə ki, Xəzərlər Cənubi Qafqazı keçmiş Albaniya ərazisini ələ keçirmək istəyirlər. Həmçinin Azərbaycanda mühüm nöqtələri tutmaq istəyirlər və Xəzər-Ərəb müharibələri Azərbaycan uğrunda başlayır. Müharibənin gedişatı ilk öncə müharibə nə zaman başlayıb? 643 ilk dəfə ərəblərlə Xəzərlərin qarşılaşması 1-ci Bələncərdə, daha sonra 2-ci Bələncəri bildik 653-də və nəhayət ərəblər istədiklərinə nə zaman nail olurlar desək 722-də. Bilək ki, 722-ci ildə Bələncər şəhəri ərəblər tərəfindən işğal olunur. Tamam. Bəs davam edən müharibələrdə Xəzərlər böyük bir qüvvə toplayaraq belə deyək 100 minə yaxın bir qoşunla Azərbaycana daxil olur. Ərəbləri məğlub edirlər və bütün Azərbaycandan ərəbləri vurub çıxarırlar. 731 Savalan dağı döyüşündə Xəzərlər tam şəkildə ərəbləri məğlub edirlər və Mosul və Diyarbəkir şəhərlərində ələ keçirərək Suriyaya qədər gəlib çatırlar. Ancaq ərəblər son anda Van gölü hövzəsində Hilat şəhəri yaxınlığında baş verən döyüşdə, bu döyüşdə elə 8-ci əsrin 30-cu illərinə düşür təxmin olaraq, bu döyüşdə ərəblər Xəzərlərin hücumunu bir təhər dayandırırlar və ardı ilə əks hücuma keçərək Xəzərləri Azərbaycan ərazisindən tam şəkildə qovub çıxarırlar. Və beləliklə Ərəb-Xəzər müharibəsi 8-ci yüzilliyin sonunda ərəblərin tam qələbəsi ilə başa çatır və bundan sonra biz bir də Xəzərlərin Azərbaycana yürüş etməsini görürük. Bu da oldu bizim Ərəb-Xəzər müharibəmiz. Biz burada artıq tam şəkildə yekunlaşdıq deyəkmi? Bəli, artıq mövzumuzu burada yekunlaşdırırıq. İnşallah gələn mövzumuzun ikinci hissəsinin izahatında biz danışacağıq. Albaniyadan, belə deyək, ərəblərin hakimiyyət dövründə Azərbaycanda idarə etmə sistemi, vergi, torpaq mülkiyyət formaları, Albaniyanın mədəniyyəti haqqında danışacağıq. Gələn mövzu izahatlarımızda görüşənə qədər ümid edirəm hər biriniz üçün sadə bir video izahatı oldu, sizin üçün faydalı oldu. Sağ olun, salamat qalın.